Üzr istəyirəm, bu Hörmüz bizi boğaza yığıb ha, əməlli başlı. Elə boğazdır da, adı da boğazdır. Aha, yəni əslində biz orada olan hadisələri xəbərlərlə yox, ümumi çalışarıq ümumi strategiya ilə. Yəni üzr istəyirəm, nə istəyirlər? Amerika oradan nə istəyir? İran nə istəyir? O hadisələrin bizə xeyri ziyanı nədir? Yəni blokada elan eləyib Donald Trump. Deməli faktiki buradan bəlli olur ki, elə Hörmüzün blokadasında Amerika da maraqlıdır. Nəyə görə? Dalıcanda Donald Trump deyir ki, nə gözəl, indi dolu boş tankerlər Amerikaya tərəf üzür ki, burada Amerika nefti ilə dolub, qayıtsınlar Çinə, Yaponiyaya. Yəni biz anlamalıyıq ki, burada iqtisadi maraqlar var. Amerika Birləşmiş Ştatlarının nail olduğu da məqamlardan biri budur ki, bundan öncə Hörmüzdən neft daşıyan, qaz daşıyan ölkələr bu vəziyyətdə, yəni bu blokada vəziyyətində məcburdurlar ki, harda Amerika Birləşmiş Ştatlarından nefti, qazı götürsünlər. Hətta Rusiyadan da sanksiyaları çıxardan kimi idi Amerika Birləşmiş Ştatları ki, Rus neftini, amma nəticə etibarilə Ukrayna və arxasında görsənməyən Böyük Britaniya bütün əsas neft emal, Rusiyanın neft emal və nəql zavodlarını vurdu, dağıtdı. Yəni biz görürük ki, burada çox səviyyəli bir oyun gedir və bilirsiniz də bir mənalı demək olmur ki, kim kimə qalib gəlir. Amma fakt odur ki, hamı hər tərəf özünü qalib elan edib. İran da deyir qalibəm, Amerika da deyir qalibəm, nə bilim, Allah axırın xeyirləsin. Rizvan bəy, mənə bəzən elə gəlir ki, biz sizlə eyni evdə böyümüşük ki, biz siz necə? Çünki bax, bütün dünya şərhçiləri deyirəm, heç Azərbaycanı qoyuram bir tərəfə. Dünya şərhçilərinin içində bir Rizvan bəy, mən çünki sizinlə çoxdan da efirdə deyirəm də. Mən neçə gündür ki, buradan deyirəm həmən sözü ki, ay kişi, əgər burada siz qiymətləndirmək istəyirsinizsə, yerdə nə baş verir ona baxın. Bu mətbuat dumanını filan tullayın qırağa. O Hörmüz boğazının bağlanmağı ancaq bir ölkəyə sərf edir, o da Amerikadır. Həm 100, bir yaxdan 40 dollara idi neft. Bax, mən oturmuşam evdə. Əgər dünənə ki, mənə evə 5 manat gəlirdisə, Allah bərəkət versin, düzdür, günə 5 manat şey. Amma bugün 5000 gəlirsə, 5000, o yəni bağlanmağı hesabına harasa Hörmüzün bağlanması. Təbii ki, mən ömründə istəmərəm o boğazasız, çünki 5-in əvəzində 5000 gəlir. Bütün neft sənayesi, Slans neft sənayesi təzədən dirilib Amerikanın, hərbi sənayesi təzədən dirilib Amerikanın. Çox böyük pul qazanırlar. Amerika təkcə öz neftini satmır ki, Venezuela'na vurub qoltuğuna. Onun da neftini sat dünya. Düz deyir. Bütün tankerlər indi şirin neftiyə. O şirin çünki və əslində bəzən Trump belə şeyləri içindən çıxır, düz deyir. Onlar ancaq özləri satırlar və özləri qazanırlar. Amma burada başqa bir məqam istəyirəm. Siz dediniz əvvəldə ki, bizə nə xeyir ola bilər və bizə nə istəyir. Gəlin onu müzakirə eləyək. Bunu başa düşdük. Amerika Hörmüz boğazını, maraqlıdır ki, boğazın adı da Hörmüzdür. Hörmüz də məncə Ahura Mazdanın adıdır da. Ahura Mazda. Odur. Yəni ki, belə İran necə bu adı saxlayıb orada? Hə, çünki bunlar axı başqa indi. Baxın, bizə nə xeyir ola bilər onun? Biz də düzdür, indi 40-a satırdıq, 120-yə satırdıq neftimiz, amma təkcə budurmu və gəlin onu müzakirə edək. Necə fikirləşirsiniz, bizə xeyri və ziyanı nədir bunun? Yox, mən təxmin edirəm ki, əsas burada bizə xeyir olan neftin qiymətinin artması tək deyil. Nəyə görə? Bizə vacib olan odur ki, bizə düşman kəsilən İran, gəl etiraf eləyək də, biz müstəqilliyi əldə edəndən çox bir mənalı görürük ki, İranın və şimaldakı qonşumuzun Rusiyanın bizə münasibəti nədir? İndi də o münasibətinin 180% tərsinəsini özləri alırlar. Yəni, nə qədər ki, İran münaqişə içindədir, müharibə içindədir, İran hakimiyyətinin bilirsiniz, bir pozisiyası dəyişir. Gəlir belə deyək, Azərbaycana qarşı ən barışmaz mövqedə olan Sepahın rəhbərləri və siyasi fiqurlar, başda Larencari, onların hamısı məhv oldu. Yəni, əslində bizə qarşı belə bir düşməncasına mövqeyi formalaşdıran şəxslərdir. Bu bir. İkincisi, onların əvəzinə gələn demirəm şirindilər, baldılar, amma onların başı qarışıb bu problema Hörmüz boğazında, Fars körfəzində və çox uzun müddətdə İranın təhlükəsizlik konsepsiyası məcbur olacaq. Əsas diqqət mərkəzində o istiqaməti, yəni cənubunu saxlamağa, təhlükələr, təhdidlər oradan gələcək və məntiqən məcbur olacaq, sevərək yox, məcbur olacaq ki, Azərbaycanın şərtləri və layihələri qəbul olunsun. Yəni İran bunu qəbul eləməlidir ki, biz arxa cəbhə oluruq,
Rusca ona tıl deyirlər. Yəni arxa cəbhədə də həmişə əmin-amanlıq olmalıdır ki, sən rahat irəlidəki o deyirdilər ya bizə İran tərəfi. İndi mənasını tutduğunuz şirin quyruğu ilə oynama. Yəni şirin ağzı o tərəfə baxır. Fars körfəzinə bildiniz də? Hə. Hə, o o baxımdan hə. Ya ayaqbaş vəziyyətdədir də, belə daha mədəni desək, ayaqbaş olub indi. Yəni şir hardadır və hara baxır tutduq da indi. Bəli, təbii. Hə, yəni burada bir məcaz var imiş, biz onu tutduq. Hə, bizdəki indi heç nə quyruqla, nə heç nə ilə oynamağa marağımız da yoxdur. İşimizi görmüşük. Qalıb bizə strateji olan Zəngəzur dəhlizi, Zəngəzur yolunun açılması. Buna İran da, buna Rusiya da razı olacaq. Rusiya ilə görürsə Azərbaycan münasibətlərində yumuşalmada gedir. Biz getmədik ki, onlar gəldilər bizim qapımıza. Hə, haqlıqla və s. Dedi, üzr istədi, dedi, pulunu da vermədi, hamısına əlin qaldırdı və yumuşalma deyəndə ki, o mənada nə deyir, onu dedi. Bilirsiniz, İngilis dilində bir söz var, reaktiv siyasət. Bizim dildə bilirsiniz nədir? Təpi, arxadan təpi dəyəndə hərəkət edirsə, ona reaktiv siyasət. Bəli. Rusiya daimi reaktiv cavab verir də. Sözümün canı nədir? Vəziyyət indi gərgindir, sanksiya altındadır Rusiya. Bəllidir ki, yeganə normal yol, açıq yol Azərbaycan üzərindəndir. Amma bunu üzr istəsəydi, pulu versəydi 2024-cü ildə, yəni ağıllı siyasət, reaktiv yox, ağıllı. Reaktiv siyasət odur ki, səni vurdular, sən vurursan, düşünmürsən də. Mütləq səni vurmalıdırlar, mütləq səni qaldırmalıdırlar buradan, onda sən qalxacaqsan. Yəni düşüncə yoxdur. Və ona görə indi ikinci də mərhələdə İran, o birisi qonşumuz İran da sözsüz ki, bu reallığı qəbul etməlidir. Əgər Rusiya Zəngəzur yolu ilə bağlı, mən belə baxıram ki, və Ermənistanda seçkilərin nəticəsi də hər halda onu göstərəcək ki, yayda Paşinyan qalib gələcək. İran da ki, məcbur olacaq. Rusiya bu mövqeyi sərgiləyirsə, İran nə etsin? İran da məcbur olacaq, dəstəkləməsə də, necə deyərlər, Rusiya mövqeyindən çıxış etməyə bizim regionda. Ona görə şərtsiz lider olan Azərbaycan faktiki olaraq nəyi ki təklif eləyirdi, o reallaşır. Bir də ki, İranda hakimiyyət arasında bir çəkişmə var və olacaq. Müharibədən sonra heç kim fikirləşməsin ki, İrandakı müharibə qutarandan sonra İrandakı vəziyyət yaxşı olacaq. Əksinə, hakimiyyət üzərində dava daha da qızışacaq. Ona görə ki, indiki lider Moçtaba Xamneyi əslində İran inqilabının fəlsəfəsinə zidd olaraq seçilib. Yəni İran inqilabının fəlsəfəsinə görə varislik yoxdur. Atadan oğula hakimiyyət keçə bilməz. Bu bir. İkincisi, o seçkilərdə bir qism ayatollalar iştirak etməyib və səs verməyib. Deməli, legitimliyi də yoxdur Moçtabanın seçilməsi. Üçüncüsü, eşitdiyimə görə invaliddir, yəni zərbələr nəticəsində üzü gözü yanıb. Yəni elitalar arasında belə deyək, çaxnaşma qaçılmazdı İranda, sadəcə olaraq müharibədən sonra. Və burada bilirsinizmi, İran hakimiyyətinin bəzi qollarından, əsasən Azərbaycanlılar, əsasən Təbrizdən siqnallar gəlir ki, istər iqtisadi, istər neft, qaz və başqa sahələrdə, strateji istiqamətlərdə İran həmin hakimiyyətinin o qolları Bakı ilə əməkdaşlığa hazırdılar. Bu da bilirsiniz, İran nefti, qazı zarafat deyil həcminə görə. Sadəcə olaraq hələ ki o birisi qollar, Sepah və s. Onlar buna razılıq vermir. Yəni sözümün canı odur ki, bu gedişatda Təbriz və Təbrizdəkilər güclənir. Yəni istər iqtisadi, istər hakimiyyət siyasi olaraq. Mən fikirləşirəm ki, bu prosesin gedişatı, əgər biz arxa cəbhə isə, arxa cəbhədə dolanmalısan da mal, məhsul, produkt, İranın dayanıqlı inkişaf da yox, ayaqda qalmağı üçün və hələ çox müharibə aparacaq İran. O şirin o başı var o tərəfə Hörmüz. Hələ orada başı çox ağrıyacaq. O baxımdan məntiqən mütləq quyruq olan tərəfdə əmin-amanlıq olmalıdır.